Məkkə dövrünün ikinci yarısında nazil olan ayələrdə din terminin işlənmə xüsusiyyətlərinin təhlili göstərir ki, bu mərhələdə əvvəlki dövrlərdə vurğulanan məsuliyyət və hesab anlayışından tövhid və təslimiyyət anlayışına doğru aydın bir keçid baş verir. Bu dövrdə nazil olan ayələrdə insanın yalnız uca Allaha ibadət etməsi və ona heç bir şərik qoşmaması xüsusi vurğulanır. Bununla yanaşı, dinin Allah tərəfindən müəyyən edilmiş və insanı uca Allaha yönəldən doğru bir yol olduğu bildirilir. Bu dövrdə dinən qiyəmən, dosdoğru din, əs-siratal müstəqim, doğru yol və millətə İbrahim, İbrahimin dini ifadələrinin eyni ayədə Ənam surəsi 161-ci ayəsində yanaşı işlədilməsi bu məzmunu daha da gücləndirir. Qul innəni hədəni Rabbi ilə siratin müstəqim, dinən qiyəmən, millətə İbrahimə hənifə və mə kənə minəl müşrikin. De, həqiqətən Rəbbim məni doğru yola, İbrahimin hənif, Allahın təkliyini qəbul edən dininə yönəltdi. O, müşriklərdən deyildi. Ənam 6:161.